Salam əziz fermerlərimiz, hər birinizi Xaçmazın gözəl gilas bağlarından salamlayırıq. Müşahidələrimiz davam edir, yeni çeşidlərə baxırıq. Xaçmazda bu il biraz çətin ildir, amma buna baxmayaraq yenə də fermerlərimiz öz işlərini görməyə çalışırlar. Bugünkü qonağımız bir tərəfdən də Mədət müəllimdir, meyvəçilik üzrə mütəxəssisimiz, biologiya elmləri üzrə fəlsəfə doktoru, alimlik dərəcəsini almış. Belə deyim, Xaçmaz bağçılığın ilk başlarından Mədət müəllimin xüsusi töhfələri olmuşdu. Fundamentin atılmasında xüsusi əziyyətləri olmuşdu. Ona təşəkkürümüzü bildiririk. Bugün də nə vaxt bir-birimizi görmürdük. Dəvət elədik ki, bir videomuzda sizi də görək. Xoş olar. Mədət müəllim, xoş gəlmisiniz. Çox məmnunam ki, məni dəvət eləmisiniz. Çox sağ olun, minnətdarım. Çox xoş günlərdən biridir, xoş anlardan biridir ki, biz bu ilki çətin ildə, bu ilki iqlim şəraitinin çox ağır keçdiyi bir vaxtda biz belə bir bağa gəlib çıxmışıq. Bağın özü də məhsuldarlığı da çox yüksəkdir. Mən aparmışam müşahidələri, deməli, may ayında orta çöküldü, orta temperatur olur da, 6 dərəcə olur. Minimal temperatur 6-15 dərəcə Selsi olur. Yəni gündəlikdə yağışlar. Yəni bu yağışlı havada, bu yağışlı rütubətli havada, rütubət 90%-dən çox olur əksər günlərdə. Orta rütubət 92% idi may ayında. Yəni bu ilki ildə belə bir bağın yetişdirilməsi fermer tərəfindən çox böyük belə qalibiyyətdir, bu qələbədir. Yəni mən alqışlayıram ki, bu fermer, məsələn, bu bağın sahibi bu cür gözəl məhsul yetişdirə bilib, keyfiyyətli, gözəl. Hər halda bunun bu sort məsələn, lapin sortudur, bu yetişir. Adətən iyun ayının 3-cü 10 günlüyündə hal-hazırda isə hava şəraitinin pis keçməsinə görə, soyuq keçməsinə görə bu il ümumiyyətlə vegetasiya 10 gün gecikir. Yəqin ki, ayın axırında sağlıq olsun, fermer bağın məhsulunu yığacaq və iqtisadi gəlirini artıra biləcək. İnşallah, bəli. Belə istəyirsiniz bir baxaq. Bu çeşid barədə çox çəkiliş eləməmişik. Bu il birinci dəfədir. Lapins çeşidi, deməli Kanada sortu olur, Kanada sortu. Van və Stella çeşidlərindən deməli calağından əmələ gəlmiş bir sortdur. Özü-özünü tozlayan sortdur. Xromosom allel kodları S1, S4, ştrix. Ştrixli olduğu üçün mutant xromosom allel koduna malik olduğu üçün belə gözəl məhsul verir. Yəni burada ən önəmli məsələ bu məhsuldarlığı idarə eləmək ki, bərabər səviyyədə məhsul böyüsün, partlama olmasın, digər mənfi hallar olmasın. Bəli. Bu il biraz çürümələr də gilasda özünü göstərdi, fermerlərimiz çətinlik yaşadı. Amma belə xüsusi normal yanaşan fermerlərimiz, belə necə deyim, professional yanaşan fermerlərimiz maşallah gözəl nəticələr əldə elədilər. Bu bağda mən bayaqdan gəzirəm, müşahidə edirəm, çürüyə rast gəlmədim. Belə. İstəyirsiniz bir çeşidə baxaq, hələ çeşidin yığılma vaxtına çox qalıb. Gördüyünüz kimi, yəni o vaxtacan kalibrdə alacaq. Kalibr 28 plus olur da Rasim müəllim. Bəli, bəli. 28 plus olur. Yəni hələ qaldı. Gördüyünüz kimi hələ yığılmağına vaxt var. Bəli, hələ qaldı. Biz yığan vaxtı da əgər inşallah uyğun olarsa bir yığan vaxtda gələrik bura. Sadəcə olaraq indi gəldik. Bu ildə sezon bayaq qeyd elədiyiniz kimi Mədət müəllim biraz gecikirdi. 10 gün gecikib. 10 gün gecikib. Hər gün yağışlar idi. İndi biraz kəsilib və bu da fermerlərimizin yığım prosesinə təsirini göstərdi. Bax, hələ demək olar ki, hələ qaldı. Belə. Səhv hesablama aparmışam. Deməli, 6-cı, 5-ci ilində Gizella calaq altısında artıq belə sortlarla 30 tona çıxmaq olur 1 hektardan. 10 kiloqram bu ağacdan götürmək olar da rəsmən. Bəli, 10 kiloqram elə götürsək bu 25 ton məhsul edəcək, 1 ton, 1 hektardan. Onu qeyd edeyim ki, Azərbaycanda bizim bölgədə gilas bitkisinin 10-a qədər calaqaltısı vardır. Ümumiyyətlə calaqaltısı mövcud olur. Birinci cır calaqaltıdır, cır gilas üzərində vurulmuş bağlardır ki, bu artıq özünü doğrultmur, bu artıq qüvvəsini itirib, yəni iqtisadi cəhətdən məqsədə uyğun deyil. İkinci calaqaltı antipka calaqaltısıdır, Prunus magalleb. Deməli, antipka calaqaltısıdır. O da deməli ikinci yer tutur gücünə görə. Sonra gəlir albaqlı calaqaltısı var. Vişnə deyirik ona biz. O var. Sonra gəlir maksimum 14. Sonra Vesel 2, Adara,
Yəni qap altı calaqaltısı var bizdə məsələn. Bəzi yerlərdə var qap altı calaqaltısı. Özbəkistanda görmüşdüm. Hə, qap altı calaqaltısında çoxlu yandan pöhrə vermə olur. Cavalı kimi çoxlu pöhrə verir. Görmüşdüm. Hə. Bəli. Yəni belə bir şey məsələn mən bunu eşitdim, sizə məlumatıma görə Xaçmaz rayonunda mən buna rast gəlmişəm. Eyni zamanda mən rast gəlmişəm buna məsələn bu deməli Xusar Xudaflərdə bunu rast gəlmişəm mən qap altı calaqaltısına. Və qeyd edeyim ki, bu saatki dövrdə, hal-hazırda calaqaltı kimi bizim bölgədə geniş yayılmış, ən çox geniş yayılmış maksimum 14-dür. Və Sel-2 də var, Adara da var. Lakin bunlar nisbətən azdır. Maksimal uzun bir müddətdir ki, artıq bağlarımızda var. Bəli, 2008-10-cu illərdən bəri Bəli. bütün birinci gələn bağların hamısında Maksimum. calaqaltı maksimum 14 üzərində idi. Hal-hazırdakı fermerlərimiz indi bizdə ofisə də gəlirlər, müraciətlər də olunur şirkət olaraq bizə ki, tinq satışına görə. Ən çox öncə artıq intensiv və super intensivin minivalında Gizella və Maximaya yönəlirlər. Bəli. İkisində də davam edirlər. Və Sel-2 də Yəni VSL2 də müəyyən Adara qədər da, istəyənlər yəni. olur, onu da hazırlayırıq. Amma ki hələ çox belə necə deyim, necə ki Gizellanı çəkib göstərir, Maxima çəkib göstərir. VSL-də elə güclü bağlar lap belə çəkməmişik deyənə hələ tərəddüdlə yanaşırlar. Yerli sortdan rayonlaşmış sortlara gələndə isə bayaq çox gözəl bir yerə toxundunuz, nüansa toxundunuz. Rasim müəllim il boyu keçən ildən neçə dəfə tövsiyə eləyirdi, göstərirdi ki, rayonlaşmış sortlardan, yerli sortlardan, yəni öküz rəyi dediyimiz çeşidlər var, gövdə dediyimiz çeşidlər var. İndi onların elmatları fərqlənir. Onlar maksimada özünü yaxşı göstərirdi. Biz bunu tingçilikdə, tingçilikdə də, təsərrüfatda da gördük, müəyyən bağlarda da gördük. Ona görə yəni köhnə çeşidlərimizdən də yeniləri hamını əkib onları yox bu çeşid deyil deyib kənara qoymaq lazım deyil belə düşüncəyə baxanda. Sovet dövründə 90-cı illər üçün bizim bölgədə Azərbaycanda bir 10-a qədər sort var idi. Deməli Napolyon sortu olub, Qara Napolyon, Çəhrayı Napolyon. Выставочный, Franz Yosif, Faraş Cassini və bir neçə dəqiq yadına deyirəm sadəcə. Yəni bir 8-10 kimi sort olub ki, o rayonlaşmış sort sayılırdı. Məsələn Qara Moldaviya var, Moldovanskiy çorna deyirik biz. Qara Moldaviyadır. Onlar hamısı deməli bir rayonlaşmış sortlar sayılır. Və onlar doğrudan da məsələn mən indi mütəxəssis kimi müşahidə aparıram müxtəlif bölgələrdə, müxtəlif yerlər, rayonlarda. Məsələn o sortların bir çoxusu özünü normal da aparır, normal da məhsul verir. Məsələn Ramon Aliva sortudur. Məsələn keçən il çox normal məhsul vermişdi. Sonra Ramon Aliva, Ramanko deyirik. Ramon Aliva ilmadıdır. Sonra Franz Yosif sortudur, Faraş Cassini sortu. Məsələn mənim şəxsən həyatımda var o sort, gözəl məhsul verir. Özdə bunun üstün cəhəti nədir? O ləti deməli o icrasının iki forması var da. Biri ləti yumşaq olanlardır, bir də ləti bərk olanlar. Gini Bigarro. Gini qrupuna deməli ləti yumşaq olan sortlar daxildir. Məsələn Faraş Cassini də ona daxildir. Ona məsələn yəni o soyuq hava şəraitində o meyvənin parçalanması, yəni çatlaması müşahidə olunmur. Lakin ləti bərk olan sortlarda isə məsələn Napolyon sortunda, ya Ramon Aliva sortunda məsələn biz bunu müşahidə edirdik. Müşahidə edirdik ki, məsələn necə çatlayır. Yəni bütün bu sortların əksəriyyətində ləti bərk olanlar tez çatlayır, ləti yumşaq olanlar isə biraz çatlaması aşağıdır. Demək olar ki, yoxdur. İndi buna qarşı hal-hazırda çoxlu miqdarda deməli preparatlar çıxıb, yəni müəyyən preparatlar vurulur ki, o kalsium nitratlı, başqa dərmanlardır vurulur ki, həm çiçəkləmə dövründə tozlanma güclü getsin, eyni zamanda yetişmə dövründə çatlama getməsin. Və buna çox fikir verilir bu saat. Müxtəlif deməli dərmanlar verilir köklə, çilənmə yolundan verilir və həmin o çatlamanın qarşı fermerin iqtisadi vəziyyətini yaxşılaşdırır da. Çox bir son zamanlarda aktual olan bir sualı verəcəm sizə. Necə deyim, istəyərsə bu yeri kesib çıxararıq, problem yoxdur. Bu Rasim müəllim də yəni çoxdan bu işin içindədir. Yəni ki, məlumatı var, öz bağları da olub. Mən Rasim müəllimlə də şəxsi söhbət eləyirəm. Ofisdə oluruq, bir yerdə söhbətlər eləyirik. İndi sizə də bu sualı birbaşa verəcəm. Razı olmasa buranı kəsib çıxaracaq. Bu boyda intensiv, super intensiv bağlar salırıq, nə edirik? Məcburuq ki, dərmanlama eləyək, gübrələmə eləyək. Çünki keyfiyyətli məhsulu yoxsa əldə eləmək olmur. Mümkün deyil. İzləyicilərdən, fermerlər demir buna, ən çox izləyicilər və ya başqa yoldaşlar deyir. Mən bu sualın cavabını bir tərəfdən bilə-bilə yenə də sualı vermək istəyirəm ki, siz cavablandırasınız, siz kimi mütəxəssisdən eşitsinlər bunu. Deyir ki, Sovet vaxtı dərmanlama yox idi, gübrələmə yox idi, bəs meyvə də yığılırdı belə elə.
Bu dərmanlamalar, verilən gübrələr insan sağlamlığına həddindən artıq böyük ziyan vurur. Bəs bu belə olmalı deyil. Yəni bu Avropa təcrübəsində də və ya başqa yerlərdə də dərmansız, heç dərman atmadan belə super intensiv 1 metrdən 4 metr yolumuzu boyub 2500 ağacı vurub nəticə götürmək olarmı sizcə? Bu sadəcə qeyri-mümkündür. Hal-hazırda mən ümumiyyətlə qeyd eləmişəm, meyvə bitkilərində 200-dən çox zərərverici vardır. Və 100-ə qədər də xəstəliklər vardır. Yəni burada xəstəliklərə daxildir göbələk, bakteriya, virus mənşəli, funksional xəstəliklər daxildir buna. Yəni bu hal-hazırki şəraitdə biz bu belə bir sıx əkin sxemli, intensiv tipli bağlarda əgər biz kimyəvi mübarizə aparmasaq, RTNK mübarizə qaydalarına fikir vermə, becərmə qaydaları vardır. Məsələn, kətirin seyrədilməsidir, budanmasıdır. Orada məsələn ya da yay arasının saxlanmasıdır. Biz onları o RTNK-ə uyğun saxlamasaq, biz oradan məhsul götürə bilmərik. Bütün dünya fermerləri bu preparatlardan istifadə edirmi faktiki? Deməli, vəziyyət bu cürdür. Sovet dövründə biz o preparat Dunok kimi, Sevin kimi ağrı zəhərlərdən istifadə eləmişik biz. Hansı ki, bunlar hər ikisi çıxarılıb. 60-cı illərdə heksaklorheksan aldı, belə bir DDT aldı, dərman olub ki, onu məsələn kütləvi sürət mənim yadıma gəlir uşaq vaxtı ki, onun təyyarını vertolyot onu atırdılar. Bəli, o təyyarını dərmanlamalar olur. Bəli, hər rayonda da o aeroport, yəni o kruzniklərdən çiləmə aparılırdı. Lakin o dərmanlar deməli təyyarına atılan dərmanın dozası yüksək olurdu ki, o təsir göstərə bilsin. Nəticə verir. Və eyni zamanda o dərmanların bizdə məsələn Sovet dövründə 40-a kimi preparat var idi. Məsələn deyək ki, fosfor üzvü mənşəli dərmanlar idi, başqa xlor üzvü mənşəli dərmanlar idi ki, bunlar da ağrı zəhərlərdir. Məsələn, bunlar bir çoxsu artıq çıxarılıb. İndi artıq biz Avropa inteqrasiya eləmişik və bu saatki vəziyyətdə o çıxan preparatların əksəriyyəti o standartlara uyğun gəlməlidir. Biz bu saatki intensiv bağlarda əgər biz müəyyən o çiçəkləmədən qabaq, hətta çiçəklənmə fazasında və çiçəklənmədən sonraki dövrdə məhsul yetişməyə bir 10 gün, 15 gün qalana kimi mübarizə aparmasaq, biz bağımızdan məhsul ala bilmərik. Bəli. Reglamentə görə, ümumiyyətlə, uzaqbaşı ən çoxu 20 gün məsafə qalmalıdır. Yəni, dərimdən 20 gün qabağa kimi, yəni 20 gündən sonra, dərimə 20 gün qalmış, 25 gün qalmış dərmanlama aparmaq olmaz. Fermerlərimiz Rasim müəllimə də, Elbrusa da bizə də müraciət edir ki, bir də hər hansı bir müəyyən hallar var, çürümə olur və ya nəsə, bir də nə dərman? Rasim müəllim də, Elbrus da fermerlərimizə hamı məsləhət görür ki, qarşı yığımdır. Bütün dərmanlamanı dayandırın. O deməli qalıq maddə qalır da. O dərman meyvənin tərkibində qalıq maddə qalır. O da onsuz gömrükdən çıxanda yoxlanışa düşür. Yoxlanışa düşür və bəzi hallarda bizim məhsul geri qaytarılır. O da böyük minusdur. Və də həm fermer üçün, həm də respublika üçün böyük minusdur ki, onun üçün göndərdiyi məhsul geri qalır. Yəni bu da pestisidlərin qalıq maddəsinə görə. O da çox belə ağrılı anında, ağrılı məsələdir. Çox sağ olun, təşəkkürlər, minnətdarıq. Çox gözəl bir söhbət oldu. İnşallah ki, gələn dəfə qoy fermerlərimiz işlərini görsün, biraz meyvə yetişsin, yığım vaxtı, yenə də vaxtınız olarsa inşallah gələrik, baxarıq, prosesə baxarıq. Belə çeşid olaraq gətirməyinə görə Rasim xoşuma gəldi. İndi bir dənə tam yetişsin, onda da bir yoxlayaq, kalibrini ölçək filan baxaq ki, nə nəticə götürmək olar bundan, eləmi? Ümumiyyətlə, gilasda belədir. Bir var ana sortlar, dadlı və kalibrli. Məsələn, Napolyon kimi. Bu ana sortlar özü-özünü tozlamır. Dadlı sort. Məsələn, Svit Valina. Bəli. Amma bu cür tozlayıcı çeşidlər çox gətirir. Məsələn, Svit Saretta, Svit Ariana, bax bu Lapin sortu. Bunlar çox gətirir. Bəli. Ona görə də biraz belə bunları biraz böyütmək lazımdır, kalibrini böyütmək lazımdır. Amma ki ana sortların briksi, dadı onlara çata bilmir belə sortlar. Bəli, bəli. Çox sağ olun. Təşəkkürlər, hər birinizə minnətdaram. İnşallah ki, bütün fermerlərimizə işlərində uğurlar arzulayırıq. Son söz olaraq fermerlərimizə deyəcək bir sözünüz varmı, Mədət müəllim? Mən də fermerlərə birinci növbədə öz bağlarımdan yüksək məhsul almaq arzulayıram. Yüksək bir keyfiyyətli məhsul almaq arzulayıram. Bu ilki çətin bir ildə belə bağda məsələn bu cür məhsul yetişdirilməsi mən fermer üçün böyük qəhrəmanlıq sayıram. Xeyirli olsun, dolanışıqlı yaxşı olsun. Yəni normal qiymət sata bilsin. Amin inşallah. Təşəkkür. Sağ olun əziz fermerlərimiz. Gələn söhbət və videolarda görüşəndə inşallah. Sağ olun. Yoldaş it nə valdı? Buyur Rasim müəllim.